Azərbaycan Texnologiya Universiteti İnnovasiya Mərkəzi təqdim edir. Salam dostlar. Bugün sizinle çok vacip bir keşfe gideceğiz. Bir vaxtlar kitab sahibi olmaq böyük zənginlik sayılırdı. Çünki hər kitab əl ilə yazılırdı. Yazıçılar və rahiblər səhifələri bir-bir köçülür, bu iş aylarla davam edirdi. Kiçik bir səhv isə bütün səhifəni yenidən yazmaq deməkdir. Buna görə kitablar az və bahalı idi. Bilik çox yavaş yayılırdı. 15-ci əsrdə Almaniyanın Mainz şəhərində Johann Gutenberg adlı ixtiraçı yeni üsul hazırladı. O, metal hərfləri ayrı-ayrılıqda düzəldib, istədiyi kimi yan-yana yerləşdirirdi. Sonra mürəkkəb və xüsusi pres vasitəsilə yazını kağıza köçürürdü. Eyni səhifəni dəfələrlə və sürətlə çap etmək mümkün oldu. 1444-cü ildə yaranan bu ixtira kitabların sayını artırdı, qiymətini azaltdı və savadlılığı genişləndirdi. Çap maşını sayəsində bilik artıq hamıya çata bildi və insanlığın sərvətinə çevrildi. Texnologiya inkişaf etsə də, kitablar düşünməyi öyrədir. Kitab oxuyan uşaqlar daha güclü və yaradıcı böyüyür. Çap maşını sayəsində hər kəs kitab oxuya bildi və bilik dünyaya yayıldı.